mənim olsa gülə bilmərəm. Ayrılıqla elə ağlatdın məni. Dünya mənim olsa gülə bilmərəm. Bir saxta baxışa sən satdın məni. Daha çağırsan da gələ bilmərəm. Bir saxta baxışa sən satdın məni. Daha çağırsan da gələ bilmərəm. Sən elə ağlatdın, kör oldu gözüm. Çətin biri də gülsün, həsrətdən üzüm. Dərdimdən əriyib, yox oldum özüm. Mən o mən deyiləm, axtarma məni. Solmuş bir güləm, axtarma məni. Ağladır hər soğan dilimlənəndə. Ağladır sərімsaq çiğ yiyiləndə. Ağladır qarçitsa çox çeynənəndə. Mən o mən deyiləm, ağladam səni. Sən o sən deyilsən, ağladam səni. Ağladır restoran şotu gələndə. Ağladır çiməndə su kesiləndə. Ağladır radarlar trasta gedəndə. Bir də ki kreditin vaxtı gələndə. Mən o mən deyiləm, ağladam səni. Sən o sən deyilsən, ağladam səni. Ağladır serialda reklam gələndə. Ağladır iPhone-un yerə düşəndə. Ağladır Wi-Fi-da kod değişəndə. Mən o mən deyiləm, ağladam səni. Sən o sən deyilsən, ağladam səni. Göylərin sonu bilinmiş, bulutlar kədərdən dolur. Yollardan həsrət silinmiş, qovaqlar saçların yolur gecələr. Gecələr, sevgi vüsallı gecələr. Gecələr, gecələr, şirin xəyallı gecələr. Ana, gecələr nələr olur? Bilsən belə deməzsən. Gecə həyat başqadır. Deyim sən də biləsən. Gecə mama uşağı maşınla lotluq eləyir. Çünki gündüz atası işdə qoçuluq eləyir. Gecələr içki, əyləncə, ləzzətdir, ləzzət. Səhərlər onun paxmeli əziyyətdir, əziyyət. Ağız palçıq, baş ağrıyır, həm də ki suşnyak. Qarışdırırsan araq, viski, bir də ki kanyak. Gecələr kafe barda çox şey sən görmürsən. Hər canana deyirsən, sən həyatsan, ölümsən. Gecələr sərxoş halda valehsən hər sifətə. Səhər görüb deyirsən, tüpürmə bu qismətə.
kişiyə ceyran demə. Ah, xətrinə deyə. Şir pələng bir də ayı kişilərə bənzəyər. Əsl kişilərin sayı ceyran tək çox azalıb. Ceyran tək kişilərin sayı yaman çoxalır. Əzəldən mavi idi, ekran, səma və dəniz. İndi həmən rəngdədir, kişi arvada bəniz. Hərdən də mən deyirəm bunu özümə. Qeydə ki, ilk hecadır, heyf qeyrət sözündə. Qurbanam beləsinə, nə deyib beləsinə. Qurbanam beləsinə, nə deyib beləsinə. Hava kimi, meh kimi, dolaram nəfəsinə. Hava kimi, meh kimi, dolaram nəfəsinə. Qurbanam beləsinə, nə deyim beləsinə. Ah, qurbanam beləsinə, nə deyim beləsinə. Hanımlar və cənablar, bilirsiniz ki, mən xalq folklorla maraqlandım, atalar sözlərinə maraqlandım, aforizmlər nəzərlə maraqlandım və indi onlardan mənim zənnimcə mənə təəccüblü gələnlərinin bəzilərinin nəzərinizə çatdırmaq istəyirəm. Gözlə əlaqədar neçə məsələlər var. Məsələn, kimsə kimiz təpəqapaz eləyəndə xalq arasında belə bir məsələ var. Deyir, gözünün odunu alıb. Çox qəribə bir şeydir, gözdə od olmaz. Kimsə nəsə axtaranda deyir, gözümə dəymədi. Sonra, ən dəhşətlisi, iki gözünü bir deşikdən çıxardaram. Niyə? Məqsəd nədir? Yəni, öldürmək istəyirsənsə, öldür. Heç Hitler o vaxtda plenlərə belə əziyyət verməyib. Müddət soruşanda, kimisə görməyəndə belə bir söz var, yəqin eşitirsən. Deyir, dünən ölübsən, bildir ölübsən. Bir adamın 2 dəfə ölməyi çox qəribə bir şeydir. Məsafə ölçəndə, bir də görürsən, maşınla yol gedəndə deyir, çatmışıq, deyir, yox, hardasan, buradasan. Nətər yəni, hardasan, buradasan. Sonra, telefon zəhlərində bəzi interesli kəlmələr tapıb çıxartmışam ortaya. Biri-birinə zəng gelir, deyir, hardasan. Deyir, başqa yerdə. Nə fərqi var? Mənim yanımda döyülsənsə, onsuz da başqa yerdəsin. Zəng gelir biri obisinə, nətərsən, sağ ol, yaxşıyam, pisəm, öydəyəm, çöldəyəm, xəstəyəm, sağlamam, işsizəm, işliyəm, filan beşməkan uzun sıra atşot verdikdən sonra zəng eləyənin ikinci sualına bax. Özün nətərsən? Əsərdən dədəmlə danışırdım. Bir də görürsən, 2 nəfər qırğın eləyir. Aya, bir-birlərini qırırlar. Axırda biri deyir ki, sən düz deyirsən, amma elə deyil. Hə, bu fraza mənim çox xoşuma gəlir. Ağzımda sana deyirəm, ağzımda. Güya başqa yerdə danışmağın bir variantı var. Kimsə kimisə piyan görür, savası gün gedir kiməsə, flankasın balası eşək balası kimi içmişdir. Sən Allah üzüm ayağınızın altına kim eşək balasının içdiyini görüb? Deyir, kimsə kiminsə övladını pisləyirdən, deyir, flankasın balası meyminin axırıncı balasını oxşuyurdu. Güya, meymunun birinci balası Angelina Jolie'dir. Sonra, bax bu fraza, yağış göydən elə yağırdı. Yağış çox vaxt göydən yağır. Zəng eləyirsən kiməsə, indi danışan birdən, deyən çəp birəm və yaxud da dediyi sözə bax, yanımda adamlar var. Mən heyvanxanada işləyirəm ki. Sonra və ən kulminasiya, bunu mən belə nə bilim, bu toyun pik nöqtəsi adlandıraram. Ev telefonuna zəng eləyir.
Mən də elə güldüm. Ev telefonuna zəng gelir, deyir, hardasan? Bir tuş. Xanımlar və cənablar, növbəti qonağı məclisə dəvət eləməkdən əvvəl mən istəyərdim sizin nəzərinizə çatdırım ki, öy yiyəsi, yəni məclis sahibi məndən xahiş edib ki, onun adından indi gələcək qonaqlara bir neçə kəlmə deyim. Qabaqcadan sizdən də üzr istəyirəm, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, öy yiyəsinin adından danışıram və budu gəlin, xahiş edirəm. Rayondan gələn qonaqları mən bura dəvət edirəm. Ay, nətər mamoğlu elə söz oxçuydu. Əlövsət kimdə? Neysə. Üstündə manatın var mı? Neysə manatlı? Bir Ay vətəndaş. üstündə var. Gələ qaqa. Özünə, Bu nədir? özünə bədxərclik vermə. Bu nədir? Puldana bizdə musikantlara 2 manat verirlər rayon yerində. Bölüşərsən musikant, tərəsinə 24 köpük düşür. Onu demirəm. Qardaş, öy yiyəsi sana göndərdiyi dəvətnamədə nə yazmışdı? Dayan. Sizi toyumuza dəvət edirik. Ay, sağ ol. Və bunlar kimdir dalına salıb gətiribsən? Dedi, sizi biz də yığışıb gəldik də. Qadan alım. Onun mərfəti qanacağı yol verməyib ki, sana sən desin. Bəli. Ona görə də yazıb sizi. Bəli. Başa düşürsən? Yox. Düz deyirsən. Başa düşsəydin belə eləməzdin ax. İndi de görüm. Bəli. Gəlibsiniz neçə nəfər bu toya nə qədər yazılasınız? Ay, canın üçün diplomat görən oldu. Heç dəftər də görmədim mən. Dedim, yəqin toy pulsuz eləyir. Ay, Bakıda Sağ ol. 20 ildən artıqdır ki, uje diplomatdır, dəftər yoxdur. Restoranın fayesində, ya sağda, ya solda, balçoy yeşik, malinki deşik, konvert dız-vız. Məktub yazırsan. Ay, qadan alım. Sən ona, bax, Bəli. sən ona yazdığın dəvətnamədə sən nə yazmışdın? Bəli. Sən ona yazdığın dəvətnaməyə nə yazmışdın? Yazmışdım ki, sizi ailəlikcə toyuma dəvət Ay, edirəm. sağ ol. Qadan Yəni, alım. uşağın toyuna da. İndi qulaq as. Əgər dəvətnamədə sizi ailənizlə yazılırsa, deməli, ailə üzvlərini, arvadı, uşaqları götürürsən, gedirsən toya. Əgər yazılırsa sizi xanımınızla, deməli, arvadı vurursan qoltuğuna, gedirsən toya. Əgər sizi dəvət eləyirsə, deməli, tək səni çağırır. Başa düşürsən? Başa düşürəm. O, sizin toya ailə uşaqla gəlib 100 manat yazdırıb. Hansı ki, sizin toyda toyun yerin biri 5-6 manata başa gəlir. İndi siz nə qədər yazdırasınız? Bəli. Nə qədər yazdıracaq? Bəli. Nə bilim, valla. O dızvıza? Dızvıza 100 manat. Ay, sizin elə mayanız uca 500 manat eləyir. Siz nə qarsınız? Nə qarsınız, siz? Bitkə çörək yemişik də, sən niyə məni başa başımızı xarab düşək, edirsən? Bakıda yerin biri 70 manat. Üstünə gəlir muzikantlar, nə bilim, bərbəzək falan, bunun eləyir hamısı 100 manat. Başa düşürsən? Cəmaatın belini niyə qırırsınız, ay eşşək? Toy yəsinin adından deyirəm. Siz niyə cəmaatı bu vəziyyətə qoyursunuz, ay alçaq? Sən 45 razmerdik altında qalarsan, ha? Onun dediyin deyirəm, mənə nə deyirsin? Göz qohumunda özün bilərsən. Mənə elə söz deməz o. Bəyəqdən həkk gəlibsiniz özünüzə, nə o? Bitkə çörək yemişik də, burnumuzdan niyə gətirsən, ha? Bir tikə çörək yiyənə bax. Sən döydün bəyəqdən aşın üstünə marojunu qatıq əvəzi töküb qarışdırıb yiyən. Biri soğuqdur, bir də isti. Qatdım ki, boğazım ağrımasın, ha? Sən döysən bəyəqdən tortu lavaşa büküb yiyən. Çox şirinlidir, dedim ürəyimi vurmasın da. Adama 2 potulka araq içibsiniz. 2 potulka.
Bu Bakının araqları adamı tutmur. Elə bir su içirsən, qadan qalır. Tutmaz da nə? Bilirsən niyə? Çünki əsl araqdır, rasiskidir. Potulkası 60 manatdır. Sizin o kətdəki qışqırmış meyvədən çəkilən potulkası 5-6 manata olan o meyvə arağı deyil, hansın ki içəndən sonra cəyrəndə qonşunun pəncərələri çartdı şüşəsi. Ay, deyən bunlar loxluyurlar. Suyu 60 manata satırlar. Canın üçün bilsəydik öz aramızı gətirərdik, hə? Yox, həki, çox sağ ol ki, gətirməyibsiniz. Nə də, bayaqdan o meyvəni qoyurlar stola. Oynayaq. Yox. Meyvəni qoyurlar stola. Afsan toyun yarısında onu aparır, doğrayır, qəşək. Gətirir, qoyur sonusuna. Nə də, bayaqdan mazutlu barmaqlarını soxursan, alma demirsən, armud demir, heyva, turtuşturursan bunların ağzına. Nə olur, Meyvə dana verirəm, cəmahat yesin. Məni 25 ildən artıqdır Bakıda toy aparıram. Hələ görmədim ki, vid üçün, bəzək üçün o stola qoyulan şampanskını kimsə açıb içsin. Sən kətdə buğlama ilə şampansk içirsən? Ay, alçaq! Bu öz sözüm idi. Sən öl toya qanqalaçlıq salmaq istəmirəm. Prob elədik dana. Prob. Sən prob elədin, o prob elədin, mən prob elədim. Biz axşam çıxıb gedirik. Yəsi qaldır, o domba göz administratoruna. Axşam gəlir, deyir müəllim, 450 demişdiniz, 500 adam gəlir. İndi o 50 nəfərin 100 manatdan pulunu çıxı bura. Sənin xəbərin var ki, Bakıda toy olub ki, toyun pulunu verə bilməyiblər. Bəylə gəlini zalog saxlayıblar ki, get pulu gətir, sonra gəpirar. Kimə? Kimə? Onu mən bilsəm nə ayıram, Yavaş, Şivarsınıya gir. Zalog saxlayırlar. Onlar ondan pul istəyəndə sən uca rayonda olasan. Mütəkkəni qucaqlayıb yatasan. Hər yer gedir, Bəgilə gedəşik axşam. Sənin başın xarabdır, sən səysən, dəlisən məyəsən. Bura gəl. Qohumdur dana. Bejə, ola bilsin ki, bəyin atasıyla anası altından qırmızı ruşka ilə xət çəkirəm. Niyə? Atası, anası ola bilsin ki, bejə avtovağızlarda skameykada yatdılar. Həqqi? Boy, mərfətsiz övlad. Heç olmasa 1-2 il yaşayardılar da sizlə. Elə toyun birinci günü atan anan qovlayırsan, Ay, tut sənin özünə. Ona görə yox. Bəs nəyə görə? Canına zara görə. Bu şeydir, bu. Davay basın. Davay. Nə deyirsən, başa düşürəm. Çıxın gedin. Hadi gedir, 2 manat pul vermişim, oynayacam. Bunlara bir yallı çalgı oynasınlar. Vaxt o. Davay, tez bir şey çal, tez. Sakla. Qara yara. Canına zar. Buna bak, pendir boşkasını oxşuyur. Azar. Boğmalanı bir heyvan kimi. Sen öyle bunları rədd edin ya buradan. Ay gedə. Götür zibilinizi də, davay çıxın gedin, davay. Haraya gedirik? Bəy tutun. İndi gedərsik Bəygilə. Niyə? Az alın. Axın alıbaş. Toğlu gətirmişik 3 dənə. Qoyun gətirmişik. Bəylə gəlin, toy qutarsın, geçsinlər, girsinlər həyətə. Ayaqlarının altında qurbanı kəsək. Allah qəbul eləsin bütün qurbanları. Sonra çıxıb
Cehennem olurdan evimizde eşiğimizde. 3 dənə toğlu 150 manatdan 100 də bura yazır. Hə, sizin qadanızdan. Rayondan gələn qonaq başqa şeydən. Rayondan gələn qonaqlar xoş gəlib, səfa gətiribsiniz. Həmişə siz gələsiniz. Şad günlərdə görüşək qadanızı alın. Çox yelləmə ürəyim bulanır. Təbrik edeyim, söz Bəli, deyim. buyur. Təbrik edeyim bəyimizi, gəlimizi. Xoşbəxt olsunlar. Qoy elə illər keçsin onların övladlarının toyunda. Biz gərək bax onları belə ziblə salaq ha. Amin. Qurbanlar kəsək inşallah. Amin. Allah bütün qurbanları qəbul eləsin. Ay bir oyun havası çal, mən də bunlardan oynayacağım. Ha desen ol. Ha? Ha malades. Ben düz 5 yıl, 2045. yılda bu haberi gösterdim. Ha. Sağ ol. Ha. Ha ne yaxşı haber oldu. Ne yaxşı haber oldu. Falan Bülbüloğlu gitti. Da niye sevinirsen? Ha. Rusya'ya zam gelip. Harici İşler Nazırı Lavrov'un yerine. Ben Lavrov hara gitti. Lavrov gitti. İngiliz dili kursları açmaya. Talebe hazırlayacak. Ha. Öyle mi? Ha. Ben Polat'ın yerine kim geldi? Polat'ın yerine diyen dediler. Yadımdan. Ha. Gelindi bu yadına salan atan. Ne de? Kim derim geldi? Polat'ın yerine. Nuri. Kandisaner dediler. Refrijeratör dediler. Nuri ventilatör. Ha. Ay Nuri serinleştirdi. Ay atonna derim. Ay derim elə bir kanun koyublar ki Rusya'da bizim səfiri değiştirip yerine teze səfir koyanda mütləq o da köhnə müğənnilərdən olmalıdır. He. Başladı. Ay. He. Maşalar, kaşalar. Hər vaxtınız xeyir olsun. Mən bu xəstəxananın baş medsestrasıyam. Mənə qulağıma gəlib çatıb ki, siz şikayət edirsiniz ki, güya burada qiymətlər çox bahadır, nə bilim, belədir, filandır. Xahiş edirəm, mənə şikayət eləmək lazım deyil. Bütün şikayətlərinizi bu saat bizim doğum evinin baş ginekologu, hansı ki minlərlə doğuş qəbul edib, o gələcək, siz də sözünüzü ona deyərsiniz. Naşkürü eləyirsiniz, bilirsinizmi? Deyirsiniz ki, güya qiymətlər bahadır, filan. Siz bilirsiniz ki, bizim nənələrimiz, onun nənələrimiz hansı şəraitlərdə ana olublar? Fermalarda, pambıq tarlalarında, taxıl zəmilərində. Amma siz bu cür şəraiti, balnisamızı bəyənmirsiniz. Alimlər bu yaxınlarda açıqlama eləyirlər ki, körpə, yəni uşaq elə ana bətnində olarkən artıq hər şeyi eşidir, görür, hiss eləyir. Odur ki, uşaq görür ki, onun dünyaya gəlməsi üçün lazım olan kakoyta 2000'i siz krisalıq eləyirsiniz. Xaçlamaq istəmirsiniz. Siz hələ onun üstündə, uşağın yanında hörmətli olmaq üçün bir 200-300 çayvoy da verməlisiniz. Bəli. Gülməli deyil, ağlamaq lazımdır. Bəli. Bilirsinizmi, vaxt gəlir, o uşaq böyüyür, o uşaq sizdən qisas almaq fikrinə düşür. Yerə yıxıb başınızı kəsəsi deyil ki. Əgər övladınız tərəfindən qocalanda, qocalar evinə atılmağınızı istəmirsinizsə, o 2-3 mini övladınıza ürəklə xaçlayın. Bayaq dediyim ki, mənə üstündə 200-300 də çayvoy verin dollardan. Budur bizim baş doktor gəlir, hansı ki minlərlə doğuş qəbul edib. İndi nə şikayətiniz varsa, buyurun ona deyin. Dede.
doktor, KFC yeməkdən o üstündəki kişinin şəklini oxşuyursunuz laf. Sandırsa, sen de Angelina Jolie. Dinandan yığılıblar, beni götürürler. İmkan verdiniz ki, gələn kimi elə Olmalı da. bowling O oynuyorsunuz. piti minutkadır. Doktor, deməli burada VIP palatada ana olanlardır, burada ekonom, buradakı elə belə hələ hazırlaşan da var. Yani bunlar hamısı bizde doğmayıb da. Yox, doktor, bunların içində heç qohmaq-rəbə də var. Bilirsiniz də, bizdə balnisada bir nəfər doğur, çıxardanda dalıca Lap bir yaxşı. 80 nəfər adam gəlir. Lap Odur ki, yaxşı. xalalar, dayılar, bibilər, əmilər. Sana bir daha söz deyim. Bunlar özünden çok vit üçün geliblər. Bəli, Getməsələr, deyərlər Bəli. ki, hə, bunu da söz eləyərlər. bəli. Bunlardan Doktor, doğuş vaxtı bir 100 manat istə. Nə qədər yox olurlar. Yoxa çıxarlar. Doktor, Kamil Qlebu işte buradadır, gəlib. Glemovic, Bəli. moj stari drug. Bəli, bəli, Ya его душу мотал. Moskvadan gəlib, bəli. Bəli, bəli. Əziz analar, əziz atalar, əziz qohumlar. Hoş gəlmisiniz hamınız. Çox sağ olun ki, bizim klinikada doğuş qəbul elədiniz. Yəni bizi seçdiniz. Özdə hamımız keserə razı oldunuz. Çünki keser çox rahat bir doğuşdu. Raz, dva, tri, uşaq qucağında. Af, uf yox. Bəli. Bəli. Ona görə gedin uşaqlarınızı sağ-salamat böyüdün, evləndirin. Sonra gətirin, yenə valideyn olmaq üçün biz onu kesir eləyək. Ata-ana sahibi eləyək. Düzdür, Doktor, Angelina? bununla belə şikayət eləyirlər ki, hər şey Zaten- bahadır. Mamaşalar, heç siz bilirsiniz, siz burada ana olmağa hazırlaşarkən uje sizin həyat yoldaşınız restoranda hansı pulları xaçlayırlar? Hə? Hansı şotları verirlər? Bəli. Pa! Pa! Ata olub. Bunu sən qoymuşsan bura. Bəli, bəli, bəli. Çox doktor. gözəl Bəli, çəkildi. Bu sizə aid deyil, doktor. Bəli. Bu Sən sizə qəşəng aid. çıxmısan orada. Bəli. Ata olub. Pa! Bataq şey olmuşsa, ata olmuşsan da. Bəlkə 9 ay əziyyət çəkmirsən. Bəlkə öcümüsən. Bəlkə sancılanmısan. Bəlkə soğan çaya həsrət qalmısan. Yox! Yox! 3 gün qabaq gətirir, atır uşağı. Balnisaya, uşağı deyirəm, ananı. Doğuşdan qabaq. Özü fitirləyir dostlarıyla restorana. Uşaq doğulmamış 1 litri boşaldır. Bir imkan verir, kəsək doğruya görə oradan da çıxır. Ay, Hə, doktor, mən də Halide Temboli olma. demişəm ki, bilirsiniz, mən də bunlara demişəm ki, biz bu yaxınlarda qiymətləri bir də qaldıracağıq. Çünki qiymətləri qaldıran kimi bunların qarnına sancı dolur. Bəli. Sancı da Neydir? ana olmağa çox böyük effekti var, köməyi var. Düzdür, Bəli. effekti var. Sən bəli görüb o səs-küy nə idi orada? Pasiyentlər nəsə qışqırırdılar. Şikayət eləyirlər. Nədə şikayət O edirdilər? özdə şikayət eləyən kimdir? Sığorta ilə doğmağa gələnlər. Deyir, mənim otağıma gün işığı düşmüş. Deyirən, ay balam, nə vaxtdan bəri padvala gün işığı düşür, hə? Nə vaxtdan bəri? Dedim, doktor. Dedim. Sığorta ilə gəldiyi az deyil, hələ bir gün işığı da istəyir. Yox, belə ay işığı da verəcəyiz hələ. Onun Sonra- yanındakı pasiyentka da deyir ki, o da sığorta ilə doğmağa gəlib. Deyir ki, mənə gün ərzində uşağı dastat işinə göstərmirlər. Dedən doğmamışdan qabaq biz deyənlər razı olsaydı, uşaq onun yanında olardı. Bəli. Gedib qaydar xəttə sən gedir, hələ bir uşağın da istəyir. Dedim, doktor, dedim. Uşaq demiş, göstərirəm. Uşaqları qiymətinə görə, məbləğinə görə necə vermək lazımdır analara. Deməli, sən anasan, Bəli. mən də sənin obrazını oynayıram da, Mesiyasla. Yığmışsınız boğaza. Mən boyda kişi gedirəm, uşaq verməyə göstərirəm bunlara. Deməli, əgər 5 manat başına fırlayıb, sosial şəbəkələrdə bizi rüsvay eləyən pasiyentimizə uşaq necə versən? Bax belə. Oy, Tutdun, ürəyim qopmuşdu, doktor, elə bildim əsim tutdunsa uşaq. yaxşıdır. Doktor, 800 manat veribsən, uşağı bax belə versən. ay doktor, uşağın bağırsaqları çöndü.
Əgər 1000 manat verimsən, uşağı bax belə tutursan, sulu çayını yemə belə. Yox, əgər 2000 manatı ödəyibsə, bir 200-300 da mesestralara çayı o şirinlik verimsən, uşağı bax belə versən. Bunda qiyməti qaldırmaq lazımdır. Başa düşdü? Yadından çıxmasın. Bunun üstündə dollarla çay boyu da vardı, ona görə... Var. Sonra da var da yox. Qonşu palataya tatu vuran gəlib, nakolka. Tatu vuraq xeyr ola bizim. Orada bir xanım təbii yolla ana olub. Deyir, padruqalarımın yanında utanıram, kesir olmadığıma görə. Ona görə də gəlib bu kesirin tatusunu elətdirir qanım. Lap ya. Pulu da al, qoy eləsin. Doktor, ərəbin Bu arvadı... gedəlmək, bu tripaşlıq yıxacaq da milləti. Ərəbin arvadı gəlmişdi. Şikayət edirdi ki, niyə mənim ərimdən 8000 almışsınız? Mən almışam. Biz almışıq, doktor. Pula sənin əlindəyim. İndi belə oldu. Yaşı. De görüm, bölə bilmirsən o pulu. 1000 manat hara yazım onu mən... Deməli 4000 yazırıq, kesir doğuşu. Tak. 1000 manat yazırıq. Girmişdi də içəri. Girmişdi, hələ üstəlik telefona da çəkirdi. 2000 baxmaq pulu. Aha. Bizdə baxmaq çox bahadır. Elə də 6000, sonra... 1000 manat bizim skoru gətirdi da. Bəli. 1000 manat ona. Vəssalam. 1000 manat. Bəs 1000 manat? Nəyə yazım onu? Dedən mən fırlatmışam. Siz fırlatmışsınız. Yaxşı, 1000 manat da yaz da quymaq. Ay doktor, bir vanna yiyib bu quymağı. Dedən bir qazan yiyib, dehrə yağı ilə. Amma dehrə yağı quymaqdan çox idi. Elə də yaz, bizdə qiymətlər belədir. Yazaram, yaxşı. Doktor, bir pasiyentka gəlib sizi görmək istəyir, ilk dəfə ana olacaq. Gəlsin də, gəlsin. Gəlsin, biz gözlətməyək burada. Mamaşa, kaşa. Çoxumuz burada şikayət edirsiniz, qiymətə görə ayıbdır. Ay analar, ay bacılar, bir dəfəli yadda saxlayın ki, ama müqəddəsdir. Onun üçün illərlə əziyyət çəkib ibadət eləyənlər var ki, müqəddəs olsunlar. Amma çoxu ola bilmir. Biz nə edirik? Cəmi 15 dəqiqəyə 2000'ə sizi edirik, ana ayağımızın altı olur cənnət. Daha bizdən nə istəyirsiniz? Cənnəti bu dünyada qazanırsınız da. Hələ siz bizə şükür eləməlisiniz. Aparın o uşağın böyüdün. Onun bahçesi var, məktəbi var. Oradakı qiymətləri görsəz, gəlib bizə çox sağ ol deyirsiniz. Ben burada bəzi ataların üzünü belə turşumuş görürəm, məyus görürəm. O ona görə yox ki, onların qızı olub. O ona görədir ki, bugün arvadını evə bırakırlar. 3 gün onlara azlıq edir. Arvad gedir evə, şoу davam edir. Sizin aranızda elə kişilər var ki, elə atalar var ki, gününe 500 manat verir ki, arvad bir ay, 2 ay ballisada qalsın. Ben sizin arvadlarınıza bakala. Gelin arvadınıza, uşağınıza getirin, daha ayıptır. Sönmeyen ocak kimi Rodduma xeyir verər, saf sərin bulaq kimi həm də bərəkət verər. 3-4 kilo çəkidə, 50 santim ölçüdə, yaz nəfəsli körpələr, süd ətirli körpələr, 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 candan əziz körpələr,
körpələr, körpələr, eşqi dəniz körpələr. Siz dünyaya gələndə arzumuz çiçək açar, həkim oğlan görəndə muştuluğa tez qaçar. Mamaçanın sevinci baş həkim üçün birinci, həm ruzulu körpələr, həm xeyirli körpələr. Mamaçanın sevinci baş həkim üçün birinci, həm ruzulu körpələr, həm xeyirli körpələr. Körpələr, körpələr, candan əziz körpələr, 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 eşqi dəniz körpələr, 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 yuqarı ağ körpələr, 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 qəlbi dumaq körpələr. İşte birdən olsa qaz, şüyüt suyu olarsaz, diyareya, siftə diş, pampersi tez-tez dəyiş. Fərqi yox, kesirdən olduz, ya təbii doğulduz. Ayıl yanaqlı körpələr, gül yanaqlı körpələr. Fərq yox, kesirdən olduz, ya təbii doğulduz. Al yanaqlı körpələr, gül yanaqlı körpələr. Bir yerdə! Körpələr, körpələr, yuqarı ağ körpələr, 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 candan əziz körpələr. Buradaki körpələrin qədri bilmək lazımdır. Bu pasiyent qaharda qaldı. Ay doktor kurban olum dur oturum. Birinci dəfə də ana oluram. Rəfiqəm verdi nömrənizi ki, gəlim sizinlə məsləhətləşim ki, ya kesir, ya belə. Yaxşı sən koridorda doğmamısan. Demə doktor, demə. Birincisi bu paltarla o ayaqqabı getmir ha Çuşqa. Sənin bu vəziyyətində. O, bəs nə giyinim? Sən kabizonla yastılamak giydiydin da. Ay doktor, siz bunları hardan bilirsiniz? Açın öyle. Birincidir. Bəli doktor, birincidir. Belə fırra. 32-ci həftədəsən. 30 doktor. Doktor bak da Mart. Doğrudan doktor. Doktor hardan bilirsiniz bunları? Açın öyle. Deməli səndən birincidir. Bəli, getmişdim muziyə. Dedilər. Dedilər Qızdı. ki, qızdı. Amma yalan deyirlər, səndə oğlandı. Doğruda. Hə. Hardan bilirsiniz ay doktor? Uşaq utanır, üzün çövrüb dalaq tərəfə. Doğruda. Yox, yalanlar. Keç belə boynum sındı. Belə qabağa keç. Doktor, ay doktor ne olar? De görüb, ailələrlə yaşayırsan. Üstündə baldız da var hələ. Jackpot. Jackpot. Nə qədər imkandır, naz elə. Neyim? Force elə. Neyim də? Onların uşağını daşırsan. Doktor sizdə neçənci həftədir? Məndə 52-dir. Ölüb. Zaten deməli naz eləyirsən, force eləyirsən, onların yanından keçəndə hıqqıldıya deyirsən, kimsə nə olacaq, kimsə bibi olacaq, mənim canım çıxacaq. Bir də zəng elə, hara getdi bu? Buradayım doktor. Dur ayağa, o yerdə çoxunun gözü var, dur ayağa. Bir də zəng elə babaya. Aha. Gör ürəyi nə istəyir, axşama onu zakaz elə, o qaynanan, o baldızın canları çıxsın bişirsin. Başa düşündürən ürəyə belə şey istəyir. Yaxşı. Doktor siz bunları hardan bilirsiniz? Açıdır. Doktor, mən qərar vermişəm. Qiymət neçə olur olsun, mən burada ana olacağım. Düz Nasıl eləmiş. qiymətləri bilmək istəyərdim, nə neçəyədir? Deməli, ataya uşağı göstərmək puldandır. O sama-samoy. Qapıda 10 manat, pilləkənləri qalxır 50 manat, pencerədən baxır 100 manat, uşağın canını görəcək 200 manat,
Əgər futboldadırsa, Yox, telefon bağlantısı Ay, eləyirik, canlı doktor, uşağa nə baxır, futbol? 300 var. Nə futbolu? Futbol həvəskar Yox, deyil. sən Kişidir. bunları bildiyə əsas qiymətləri, Əsas qiymətləri. Deməli, preskurat burada. Deməli, yazılıb burada. Bax, görsən, sən 2000 ödürsən, 2000. Nə var onun içində? kesir, Aha, səndə mütləq kesirdir. doğrudan. Hə, yapışıb uşaq dalağa. Aha. Kesir, pampers, quymaq. Bunlar hamısı 2000-in içində. Vəssalam. Vso. Canı qutarır. 2000 Oyla ödürsən, heç kəsə heç nə vermir. heç kəsə heç də vermirsən, çıxanda da bəy qızı kimi çıxırsan qabaqda. Aha, Sağında bir mesestra sumkalarımı götürür. tak. Solunda uşağı götürür bir mesestra. Bir mesestra pampersləri, omursu işlənmiş pampersləri. Bir mesestra da omursu korpusdan pul üçün gələn mesestraları qovlayır. Ki səndən pul almasın. Hoşuma gəldi. İndi o mesestralara 100 manatdan vermək qalır sənin ərimin vicdanına. Vso. Varsa əgər. Onda vicdan olsaydı mənim burada nə işim var? Ərzərdə nə vicdan? Doktor, vso, sən deyən qiymətlə razılaşdım. 2000. 2000. Vso, İndi qoy mən zəng edeyim, ərimlə danışım bunlar, yaxşı? Переговорdur, bura git parta danış da. Hədə, buradayım, həkimdəyəm, danışdım qiyməti. Hə, 2000. Yox, 2000 budur, o başqa rasxodlar zat hamısı bir yerdə 5000. Bu məndən 5 metrəmiş ki. Doktor, qurban olum, nə qədər imkan düşüb əlimə qoy qazlayım, bir də açan doğacam. Səndə o sifət var, doğarsan yenə. 5000 ha. Nədir? Wi-Fi itmişdi. Mənə bax, neyi bahadır də? Ədə, doğuş, nə bilim, qosansambul hamısı burada. Sonra yeməyi, içməyi filan 5 mekan. Sən elə mənə bir 500-də əlavə şirinlik verməlisən, şad xəbərim var. Hə, bizdə qız da öyle, oğlandı. Hə, necə hardan bildim? Buradayım da həkimin yanında, həkim qardaş dedi. Hə də həkim qardaş. Hə, qardaş kişi olur da, həkim kişi də. Yox, sən deyən elə də kişi də öyle. Hə də qoca deyə torpağı tökülür. Mən baş açmıram, qoca at arpa yemi. Qocadır. Ədə qulaq as, yaxşı, canlı yığarsan, qoy həkimin yanına yaxınlaşım, danış oynan özünü, hə, görüntülü yığ. Doktor, qurban olum, ay doktor. Çox Nədir? qısqancdır, nə olar, yola ver getsin, danış da oynan. Qiymət, şöy ya, danışmışıq. Qısqancdır. Hə, nə olar? Səni qısqanır. Yığır doktor, onu tak qulağıma. Sənin nəyimi qısqanır axırda. Sən buna getmirsən. Oğlan tapmadın, getməyər. Nədir? Qrexim var. Hə, zibili varmış, ona görə gedir bunlara. Eşidir, ha? Alo! Bəli. Mən kiməm? Sən kimsən, hə? Mən kiməm? Ərim də, ay doktor. Mən deyil, sən kimsən? Görmür, ağ xalatda oturmuşam. Mən 35 ilin ginekologu. Nə desən? Kişi deyil. Hə, bayma. Nədir bəs kişi işi? Nə işlə məşğuldun? Heç nə. Divanda yatıram bütün günü. Sən əsr kişi işlə məşğulsan. Hə, sən belə yekə-yekə danışmaya məndən. Toxum var, bir dəfə məndən girək əməliyyata. Görüm, axıra kimi dözəcəksən ya yox. Dözsən adımı dəyişərəm. Danışığına bax, kişi işi deyil. Nədir? Artıq əsini açma. Nə pis səsi var. Sənin danışığından belə görürəm ki, sən də ikinci, üçüncü, dördüncü qız olacaq. Necədir? Hoşuma gəldi. Ha, bilirsən mən kiməm? Mən bağırsağı boğazdan dolanmış uşağı anasına sağ-salamat verən oğlanam, mən. Bəli. Ha, yaxşı, yaxşı. Fısfırıqlı sallama, arvadıma başa salaram deyə demən lazımdır. Ha, ki oğlan olsun hamısı. Nətər mənə əməliyyata girməyəm? Başı xarabdır, öz başından doğacaq. Ha, mən arvadının üzünə baxmayacağım. Yaxşı.
Yaxşı, qaranlıqda götürərəm uşağı. Xəstədir, sən burada necə yatırsan, hə? Sən bundan daha doğma. Bir də nə bəsdir? Ay doktor, neyiniyim? Yoxa nəhlət. So doktor, mən gedirəm. Hər şeyi danışdığımız kimi. Amma pul, o 5.000 məsələsi ikimizin arasında qaldır ha. Ya danışırsan, mən özümə düşməliyəm. Ki deyilək! Doktor. Mən başını döndürdüm. Başını döndürdüm. Doğmaya gəldi sən.